Salam əziz uşaqlar, necəsiz? Ümidvaram hamınızın əhvalı yaxşıdır. Biz bu gün yenə yeni bir mövzu ilə, maraqlı bir mövzu ilə qarşınızdayıq. Bugünkü mövzumuzun adı ədəd oxudur. Bəs yaxşı, gəlin görək ədəd oxu nədir? Uşaqlar, bu gördüyümüz düz xətt var. Həmin bu düz xəttin adı ədəd oxudur. Ədəd oxunda ədədlər sıfırdan başlayır, sağa doğru artaraq yazılır. Yəni 0, 10, 20, 30, 40 və bu minvallar davam edir. Bəs yaxşı uşaqlar, biz bunu daha dərindən necə öyrənə bilərik? Deməli, ədəd oxunda, məsələn, biz bir ədəd götürək. Gəlin, götürək məsələn 30-u və mən onu burada sizə də çəkəsiyəm. Sıfırdan başlamıram, 30-dan sıfırdan başlamıram, 20-dən başlayıram. 20, 30 və 40. Aha, indi gəlin baxaq. Uşaqlar, 10-10 artıraraq saymalıyıq. Bax, 0, 10, 20, 30, 40 bu minvalla dedik, davam edik. İndi 10-10 artıraraq gəlin baxaq. Məsələn, mən götürürəm 30-u. 30-dan sağda hansı ədəd yerləşir? 30-dan sağda 40 yerləşir. 10-10 artırdıqda. Bunun arasında var 31, 32 və s. 39, 40. Ancaq mən 10-10 artırdığıma görə 40-ı soruşuram. Deməli, 30-dan sağda hansı ədədimiz var? 40. Bəs 30-dan solda hansı ədədimiz var? 30-dan solda isə 20 ədədimiz var. Bunun da arasında yenə var 21, 22, bu minvalla davam edir, 29, 30. Ancaq 10-10 artırıb, 10-10 azaldırıq deyə soruşuram. İndi biz baxdıq. 30-dan sağda 40 yerləşir. Yəni, ədədlərimiz sağa doğru getdikdə ədəd oxunda neynəyir? Artır. Bəs yaxşı, 30-dan əvvəldə nə yerləşir? 20. Deməli, ədədlərimiz ədəd oxunda soldan sağa gəldikdə isə nə eləyir? Azalır. Bu başa düşüldü? Bəli. 10-10 artdıqca 10-10 artırdıq və 10-10 azaltdıq. Bu cür saymağa ritmik sayma deyilir. Bəs sual verə bilərsiniz ki, ritmik sayma yalnız və yalnız 10-10 artırdıqda mı olur? Xeyr, yalnız və yalnız 10-10 yox, 2-2 artıra da bilərik, 3-3 də artıra bilərik. Amma həm irəli saya bilərik, həm geri saya bilərik. Deməli, irəli və geri saydıqda bu necə adlanır? Ritmik sayma. Yalnız 10-10 olmur, 2-2 də olur. Məsələn, gəlin mən sizə burada maşınlarla qoyum və ritmik saymanı 2-2 göstərək. Bir dəqiqə. Birinci irəli göstərək, sonra isə geri göstərək. Gəlin sayaq birlikdə. 2, 4, 6, 8 və 10. Deməli, biz 2-2 irəli nə elədik? Ritmik saydıq. Gəlin indi geriyə sayaq. Geriyə sayırıq. 8, 6, 4, 2. Deməli, mən 10-dan başlamalıydım. Deyək, bunu demədik də. 10, 8, 6, 4, 2. Ritmik şəkildə nə elədim? Geri də saydım. İndi deyə bilərsiniz ki, indi də 2-2 saydıq. Yalnız 2-2 mi olur? Xeyr, 2-2 də artıra bilərik. 3-3 də artıra bilərik. Yalnız cüt rəqəmləri yox, tək rəqəmləri də saya bilərik. Onun heç bir fərqi yoxdur. Sadəcə mən sizə saymağı göstərirəm ki, bu şəkildə saymaq nə adlanır? Ritmik sayma adlanır. Bu da başa düşüldü. İndi isə uşaqlar, ədəd oxunda gəlin sizə bir neçə nümunə göstərim. Bir dəqiqə, buranı silim, sonra ədəd oxunda bir neçə nümunə göstərəsiyim. Bax, məsələn, uşaqlar, mən sizə ədədlər verəsiyəm və biz həmin ədədləri müqayisə edəsiyik. İndi gəlin, baxaq. Ədədlər verim. Məsələn, verirəm 8 və verirəm 3. İndi gəlin biz 3 və 8-in ədəd oxunda müqayisə edək. Mən yenə bir ədəd oxu çəkirəm. Sıfırdan başladım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. İndi gəlin baxaq. 8 harda yerləşir? 8 burada yerləşir. Bəs yaxşı, 3 rəqəmi 8-in sağında yerləşir, yoxsa solunda yerləşir? Siz videonu saxlayaraq
Bunu düşünə bilərsiniz və sonra videonu yenidən başladıb deyə bilərsiniz ki, mən doğru tapdım, yoxsa yanlış tapdım. İndi gəlin baxaq. 3 8-in sağında yerləşir, yoxsa solunda? 3 8-in solunda yerləşir. Biz də bayaq nə dedik? Sağa doğru dedik, artır, sola doğru isə azalır. Deməli, 3 rəqəmi 8-dən nədir? Kiçikdir. Çünki sağa doğru gəlir. Bağışlayın, sola doğru gəlir. Deməli, müqayisə etdikdə 8 3-dən nədir? Böyükdür. İndi gəlin birinə də baxaq. Başqa bir rəqəm verim indi sizə. Məsələn, verirəm 4 və 9. İndi gəlin baxaq. 4 ilə 9-a baxaq. 4 harda yerləşir uşaqlar? 4 burada yerləşir. Markerimiz yazmadım. Qarayla yazaq. 4 harda yerləşir ədəd oxunda? Burada. İndi baxırıq. 9 4-ün sağında yerləşir, yoxsa solunda yerləşir? Düz tapdınız uşaqlar. 9 4-ün sağında yerləşir. Və burada yazmışam. Biz nə dedik bayaq ədəd oxunda? Ədədlər sağa doğru artır, sola doğru isə azalır. Deməli, 4 4-ün sağında yerləşir. Deməli, getdikcə ədədlərimiz artır. Onda 4 9-dan nədir? Kiçikdir. 9 4-dən nədir? Böyükdür. Bu şəkildə müqayisə etdik. Bir dənə də verim. Bir dənə də verək. Məsələn, verirəm 14 və 23 rəqəmi. 14 və 23 ədədi. İndi bir dənə də çəkim. İndi ondan başlayıb çəkəsiyəm. Rəqəmlərimizə uyğun olaraq. 16, 17, 18, 20, 21, 22 və 23. Aha, indi gəlin uşaqlar baxaq. 14 4-ümüzü səhv qoymuşuq, üzrlü sayın. 14 23-ün harasında, sağında yerləşir, yoxsa solunda? Birinci gəlin 14-ü tapaq. 14 harda yerləşir? 14 rəqəmimiz baxın burada yerləşir. Düzdürmü? İndi baxaq 23 14-dən sağda yerləşir, yoxsa solda? Afərin sizə, düz tapdınız. Əlbəttə ki, sağda yerləşir. Deməli, ədədlərimiz getdikcə nə eləyir? Artır. Onda 14 23-dən nədir? Kiçikdir. Başa düşüldü? Məncə başa düşdü. İndi gəlin sizə bir də mən çeçim hər hansısa bir ədəd haqqında onluq və təkliyə baxaq. Gəlin baxaq. Bir dəqiqə buranı silim. Onluq və təkliyə. Məsələn, götürürəm burada mən 56 rəqəmi. 56. İndi baxırıq. 56-da 5 və 6 var. Düzdürmü? Biz bunu 56 olaraq oxuyuruq. Niyə 56 olaraq oxuyuruq? Çünki 56-da 5 onluq. Yəni nə var? 50. Bir də var nə? 6 təklik. Yəni elə 6. 56-nın əmələ gəlməsi, yəni yaranmasının səbəbi nədir? 50. 50-nin üstünə biz 6 gəldikdə nə eləyir? Cavabımız 56. Biz ona görə bunu nə oxuyuruq? 56. Deməli, 5 onluq var, yəni 50. 6 təklik var, yəni 6. Deməli, 56 rəqəmində hansı ədədlər var? 5 onluq, 6 təklik var. Başa düşdük uşaqlar. Biz bugün sizlə ədəd oxunda ədədlərin artıb azaldığını öyrəndik. Sonra təklik və onluğu yadımıza saldıq. Ritmik sayma nədir? Onları öyrəndik. Gələn dərslərimizdə də daha fərqli mövzularla sizin qarşınızda olasıyam. Siz mənim kanalıma abunə olmağı, məni izləməyi unutmayın. Mənim YouTube kanalım, Telegram kanalım və Instagram səhifəm var. Hamısında da adım Ulduz Akademiyadır.
Ulduz altdan xətt Akademi. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Bundan sonra sizin qarşınızda daha da maraqlı videolarla olasıyam. Sağ olun, gələn dərslərdə görüşənədək.